O qədər maraqlı söhbətin içinə girdik ki, biz çəkilişə biraz gec başladıq. Amma burada göstərmək istəyirəm ki, siz mənim rəqəmlərimi artıq hesablamısınız və buna əsasən də əlimdəki işarələr deyirsiniz. İlk öncə bunu deyim ki, mən bizə çoxlu fərqli qonaqlar gəlir rəqəmlərlə bağlı. Hər birilərində dediklərində haqlılıq var idi. Amma indi mən həqiqətən şokdayam, çünki sizin dedikləriniz isə tamam başqa məsələlərdir və tamam necə deyim sizə? Fərqli prizmadan. Fərqli, çox fərqli prizmadır. Biz bunu eləyirdik və izləyicilərimizin gözünün önündə də əlimizin ardını gedək. Ümumi halda mən deyim ki, istər numerologiya olsun, yəni əbcəd hesablaması, istər xiromantiya olsun, psixologiyadır. Yəni insana tanıma vərdişləridir, insana yol göstərmə bir xüsusiyyətdir, bir bacarıqdır, bir elmdir. Yəni hər birimizin əlindən tuta bilir, hər birimizi istiqamətləndirə bilir, yaxşı cəhətlərimizi, pis cəhətlərimizi göstərə bilir və biz yaxşı cəhətimizi inkişaf elətdirməliyik. Təbii ki, bəli, pis cəhətlərimiz varsa, onlara qarşı mübarizə aparırıq. Yəni bu cəmiyyət üçün, insanlar üçün inkişaf mərhələsinin hesab oluna bilir. Düzdür, bir çox insanlar bunu qəbul etmir. Bəziləri dindar olduğu üçün, yəni bu dinə ziddi, əslində dinə zidd heç nə yoxdur. Digərləri təkəbbürdənmi, egodanmı, nədənsəmi, bəziləri ola bilsin ki, biraz ateizmin meyillidir. Bəziləri elmdən başqa heç nə görmək istəmir, amma bu da elmdir. Bəli. Xiromantiyanın akademiyası var həm Kanadada, həm də Hindistanda hal-hazırda fəaliyyət göstərir. Xiromantiyanı əvvəlki zamanlarda, qədim dövrlərdən bir sıra müdrik insanlar, alimlər, filosoflar hər biri əla biliblər, çox gözəl biliblər. İmamlar da, peyğəmbərlər də çox gözəl biliblər. Həzrət Əli əbcəd hesablaması çox ideal vəziyyətdə bacarıb. Hətta Allahın 99 adı kitabında da əbcəd hesablamasına bağlı gözəl orada məlumatlar var. Yəni kimsəsə oxuya bilər.